Sumqayıtda güllələnmə hadisəsi baş verib. Hadisə şəhərin 12-ci mikrorayonunda, yəni hazırda dayandığım bu ünvanda qeyd alınıb. Belə ki, 64 yaşlı Qılman Nəcəfov öz evinə gələrkən naməlum şəxslər tərəfindən güllə yarası alıb. O aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır. Zəhmət, sizin nəyinizdir? Kardeşimdir, kardeşimdir. Orada benim. Ona gidecek.